2030-cu ildə Marsdan xırda daş parçaları planetimizə gətiriləcək. İndi yığılan nümunələr planetimizə düz 5 il sonra çatacaq. NASA-nın Mars aparatı olan Perseverance Marsdan nümunələr toplayır, yerə göndərsin. Elm adamları bu nümunələri səbirsizliklə gözləyirlər. Çünki bununla Marsın min illər əvvəlki iqlimi haqqında dəyərli məlumatlar toplamaq mümkün olacaq. Bu nəinki Mars, yer haqqında da bəzi məlumatlar almağımıza kömək olacaq deyə mütəxəssislər vurğulayırlar. Çünki Marsın səthi yerdən daha qədimdir. Qabaqcıl texnoloji vasitələrdən istifadə edərək aparat Marsın səthini qazır, keçmişdə bu planetdə suyun olması üçün mühitin varlığını göstərən minerallar, hətta fosfat tapır. Bu tapıntılar planetin gələcəyini müəyyənləşdirməyə kömək edə və ilk insanın qırmızı planetə ayaq basmasını tezləşdirə bilər. Bəzi nəşrlər Perseverance-in artıq ilk nümunə kimi az miqdarda torpaq, toz və xırda qaya parçaları topladığını yazır. Bu isə planlaşdırılan 43 nümunədən 28-nin toplanması deməkdir. Qeyd eləyək ki, bugünə kimi Marsdan tədqiq etdiyimiz əlimizdəki nümunələr yalnız yerə düşən meteoritlər olub. İndi toplanan nümunələrin isə planetimizə 2030-cu ildə çatacağı proqnozlaşdırılır. Səhifəmizə abunə olub bizi izləməyi unutmayın.